Ümumiyyətlə ola bilər də, yəni ümumiyyətlə illərin pedaqoji, yəni fəaliyyətə sahib olan müəllimlərik, hamımız təcrübəli, səriştəli, peşəkar, işini bilən müəllimlər üçün, yəni verilə bilər bu sual ki, müsahibədə çətinliklərdən necə çıxırsınız? Yəni bu sual veriləndə hərə öz yanaşmasından irəli sürərək müxtəlif cavablar verə bilər. Yəni əslində biz illərin təcrübəsinə sahib olan bir müəllim kimi həyatda, işimdə də mənim üçün heç bir çətinlik olmur. Və bir peşəkar müəllim kimi müəyyən çətinliklər çıxarsa, düzdür biz deyək ki, müxtəlif dünya görüşlü valideynlərlə, müxtəlif ailələrdən çıxan, müxtəlif fərqli düşüncələrə sahib şagirdlərlə işləyirik. Hardasa müəyyən qədər çətinliklərimiz ola bilər və biz bacardığımız qədər bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Müxtəlif yollarla, metodlarla, hansısa bir problemli vəziyyətə qeyri-standart yanaşma göstərərək, müxtəlif variantlardan istifadə edərək həm valideynlərlə münasibətdə, həm şagirdlərlə münasibətdə çıxış yolu tapmağa çalışıram və düşünürəm ki, bir peşəkar, işini bilən bir səriştəli müəllim üçün, yəni o cür çətinliklərin öhdəsindən gəlmək o qədər də çətin olmaz və mən bacardığım qədər bu çətinliklərin öhdəsindən gəlməyə çalışıram deyə bilərsiniz. Yəni burada onu da vurğulayın ki, bəli, müxtəlif ailələrdən çıxan şagirdlərlə, müxtəlif valideynlərlə, müxtəlif dünya görüşünə, müxtəlif düşüncə tərzinə sahib olan valideynlərlə işləyirik və bu baxımından bizim üçün müəyyən çətinlik yarana bilər, amma əsas odur ki, bir səriştəli müəllim olaraq biz bunların öhdəsindən gəlməyi bacarırıq. Bunu belə cavablandıra bilərsiniz müəllimə.